Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun inşallah. Bugünkü mövzumuz liflərlə bağlı olacaq. Demək, birinci sual. Hansı sırada hidrolizə uğraya bilən iri molekullu birləşmələr göstərilmişdir, deyir. Hidrolizə uğramaq, yəni su ilə reaksiya daxil olub, əvvəlki maddələri əmələ gətirsin. Demək, polipropilen, bu artıq hidrolizə uğramaq, çünki bu pir abitənin qırılması iləndir. Yəni, polikondensləşmə ilə əmələ gələnlər hidrolizə uğrayıb əvvəlki maddələri yarada bilər. Amma belə deyək də, polimerləşmə ilə pir abitənin qırılması ilə əmələ gələnlərdə bu mümkün deyil. Misal üçün, deyək ki, A variantında polipropilen pir abitədir. Polietilen B variantında pir abitələndir. Polisterol pir abitə. Xloropropen kauçuku yenə pir abitənin qırılmasına. Burada bir dənə C variantı hər üçü polikondensləşmə ilə. Selluloza demək beta glikozaların, nişastə alfa glikozaların zülallardakı amin turşuların polikondensləşməsi nəticəsində yaranır. Hansı polimer süni liflərə aiddir? Demək, liflərdəki 3 qrupa bölünür. Təbii liflər, süni liflər, bir də sintetik liflər. Süni liflər odur ki, tərkibində müəyyən qədər belə deyək, təbii polimerlərdən istifadə olunur. Amma sintetik odur ki, misal üçün naylon, kapron kimi bunlar tamamilə, yəni ki, sintetik yolla əldə olunur, yəni insan tərəfindən. Selluloza təbiidir, pambıq təbiidir, lavsan sintetikdir, kapron sintetikdir, asetat ipəyi həm tərkibində selluloza var, həm də ki, asetat turşusu. Onun üçün də cavab E variantına uyğun gəlir. Yəni ki, orada artıq selluloza təbii bir birləşmədə asetat ipəyi ilə birgə polimerləşdirirlər. Ona görə bu süni liflərə aiddir. Kapronun makromolekuluna uyğundur. Demək, bu A, B demək, dərsliklərimizdə verilməyib. C lavsandır. Onun üçün də bu olmayacaq. D kaprondur. D variantı da cavab. Y variantı da ki, naylondur. Bu da olmadı. Yəni cavabımız D olacaq. Lavsan makromolekuluna uyğundur. Lavsan, yəni nədir bu? Etilen glikolla bir də ki, tərəfdal turşusunun birgə polikondensləşməsindən əmələ gəlir. Onun üçün də ki, burada A variantına elə diqqət eləsək, etilen glikol və bir də ki, tərəfdal turşusu. Elə bu cavabımız A variantı edəcək. 5. Hansı polimerin adı doğru deyil? Polisterol, bəli, burada steroldur, yəni vinil benzol. Polietilen, bu da doğrudur. Sonra xloropropen C variantı da doğrudur. Polipropilen D variantı da doğrudur. Bu lavsan deyil də, lavsan bayaqlar dedik, bu kapron lifi olmalıydı Y variantında. Burada isə lavsan lifi yazıb. Sellulozanın bir molekulunda 1800 hidroksil qrupu varsa, demək, sellulozada normalda 3 hidroksil qrupu olur monomer halqasında. Yəni, sellulozanın monomer halqasında ümumilikdə deyək ki, C6, H10, O5 şəklində olanda N sayda bu hissədə 3 dənə OH qrupu var. Yəni ki, bu monomer halqasının içərisində OH qruplarının sayı 3 ədəddir. Bizə 1800 hidroksil var. Yəni ki, bu da o deməkdir ki, 3N bərabərdir 18.000-ə. Onda polimerləşmə dərəcəsi çıxır 6000. Bizdən nə soruşur? Polimerləşmə dərəcəsi nəyə soruşur? Cavabımız A variantına uyğun gələcək. Trinitrosellulozanın bir molekulunda 12000 NO2 qrupu var. Yəni, burada rahatdır, çünki trinitroselluloza, trinitro elə bu sözün içərisindən kifayət edir. Yəni, OH qruplarını nitro qruplarla əvəz edib.
Hər bir monomer halqasında 3 dənə var. Polimerləşmə dərəcəsini tapmaq üçün də elə bunu 3-ə bölüb yenə 4000 taparıq. B variantına uyğun gəlir. Triasetil sellulozanın bir molekulunda 15000 sirkə turşusu, yəni asetil ilə sirkə turşusu deməkdir. Triasetil deyirsə, yəni 3-ün də asetat turşusu ilə, yəni sirkə turşusunu əvəz edib. Bu da ki 5000 edəcək. Cavabı D variantına uyğun gəldi. Heyvan mənşəli təbii lifləri göstərin. Lavsan sintetikdir. Sonra pambıq bitki mənşəlidir. Kətan bitki mənşəlidir. Kapron yenə sintetikdir. Cavabımız qalır burada yun. D variantına uyğun gəlir. Bitki mənşəli 10-da D variantıdır. Kapron yenə sintetik. Təbii ipək. Bu heyvan mənşəlidir. Lavsan sünidir. Yun da heyvan mənşəlidir. Onun üçün də D variantına uyğun gəlir. İri molekulu birləşmələri göstərin. Kapron lifi iri molekuludur. Etandır, yəni C2H6. Etil spirti də fruktoza monosaxaridlərə aiddir. Saxaroza da disaxaridlərə aid olduğuna görə cavabımız olmayacaq. Yəni kapron lifi cavab variantı. X hansı qiymətində maddə kapron lifidir. X-in qiyməti 5 olduqda kapron lifi olur. B variantı. Demək, heksametilen, demək, enant lifi. Enant lifi də ki, omega-min enant turşusu olduğuna görə bura 6 olduqda olacaq. Cavab B variantına uyğun gəlir 13-də. Molekulunda azot atomu olan polimerləri müəyyən edin. Azot atomu olmaq üçün gərək poliamid lifi olsun. Təbii kauçuk, alkadiyenlər, rezin, yenə alkadiyenlərin kükürdlə birlikdədir. Lavsan lifi, demək, bu mürəkkəb efir qrupları nəticəsində əmələ gəlir. Kapron lifi poliamiddir. Ebonitdəki yenə dediyimiz kimi rezinlə eyni tərkibə malikdir. Sadəcə kükürdün miqdarını çox götürürlər. Cavabımız ona görə yalnız B variantı olacaq. Hansı iri molekullu birləşmədən süni ipək istehsalında istifadə edilir? Demək, bayaqlar dedik, triasetil sellulozadan istifadə edirlər süni ipək istehsalında. Viskoz ipəyinin alınmasında və asetat ipəyinin alınmasında. Hansı iri molekullu birləşmədən yanmayan fotoplyonka istehsalında istifadə edilir? Triasetil selluloza Y variantına yenə uyğun gələcək buradakı cavab. Yanmayan kinoplyonkaların hazırlanmasında istifadə edilir. Təbii iri molekulu karbohidratın formulunu göstərin. Təbii iri molekulu birləşmə burada da ki, nişasta və yaxud da selluloza B variantına uyğun gəlir. Hansı iri molekulu birləşmə? Poliamid. Poliamid, yəni amin qrupların birləşməsi hesabına, yəni ki, bu da elə A variantında amin qruplarının, hidroksil qruplarının OH qrupları ilə birləşməsi nəticəsində, yəni ki, peptid rabitələr hesabına yaranır. Hansı ifadə doğrudur? Lavsan poliamiddir, yox, poliefirdir. Selluloza xətti quruluşa malikdir. Doğru nisbi. Fenol formaldeq qətranı polimerləşmə reaksiyası yox, polikondensləşmədir. Polivinil xlorid bromlu suyu rəngsizləşdirir. Vinil xlorid xeyir, çünki bunun tərkibində pi rabitəsi yoxdur. İzopren karbohidratlara aiddir, yalan danışır. Elə B variantı doğrudur. Selluloza xətti quruluşa malikdir. Polivinil xlorid alınma reaksiyası. Polivinil xlorid, vinildir də, sadəcə buna, yəni ki, vinil xlorid yenə yazaq bura, CH2, CH xlor. Vinil xlorid. Bu pi rabitənin qırılması hesabınadır, ona görə polimerləşmə. Polimer. Neylon, yenə ki, polikondensləşmə reaksiyası hesabınadır. Neylonda da ki, demək, heksametilen diaminlə adipin turşusunun bircə polikondensləşməsidir. Polikondensləşmə, yəni polikondensləşmə. Etil asetat efirləşmədir bu. Efirləşmə.
Polimerləşmə, polikondensləşmə, efirləşmə, polimerləşmə, polikondensləşmə, efirləşmə C variantına uyğun gəlir. Lavsan lifi üçün nə doğrudur? Lavsan polikondensləşmə reaksiyası ilə alınır. Bəli, çünki lavsan lifi etilen glikolla tereftal turşusunun birgə polikondensləşməsindən alınır. Müxtəlif monomerlərdən alınır. Bu da doğrudur. Təbii liflərə aiddir, yox sünidir. Poliefir liflərinə aiddir. Bu da doğrudur. 1, 2, 4 elədi cavabımız. Bu da Y variantına uyğun gəlir 21-ci sual üçün. Lavsan lifi üçün nə doğru deyil? Lavsan lifi üçün nə doğru deyil? Yəni, bayaqlar doğruları istəyir. Orada doğruları istəyir də doğrudur. Burada doğru deyirlər istəyir. Tereftal turşusu ilə etilən glikolun polikondensləşməsi reaksiyasından alınır. Bayaqlar dedik, bəli. Poliamid liflərinə yox, poliefir liflərinə aiddir. Yanlışlar götürəcək. Təbii polimerlərə aiddir. Yanlışdır. Poliefir liflərinə aiddir. Bəli. Yəni ki, doğruları götürmürük. Onun üçün də cavabımız 2, 3, B variantına uyğun gəlir. Fenol formaldehid qətranı, zülallar və lavsan lifi hansı tip reaksiyalar nəticəsində alınır? Hamısı polikondensləşmədir. Fenol formaldehid, fenolla formaldehidin birgə polikondensləşməsindəndir. C variant, B variantına uyğun gəlir 23-də. Mürəkkəb efir qrupu olan iri molekullu birləşmələri göstərin. Mürəkkəb efir qrupu olan. Lavsan mürəkkəb efirdir. Niyə? Çünki etilen glikolun OH qruplarının H-ı ilə tereftal turşusunun OH-ı arasında gedən bir reaksiyadır. Yəni ki, onun üçün də, yəni bunu belə yazaq da, HOCH2 CH2 OH. Bu da tereftal turşusunun, yəni ki, HOOC C6H5. Yəni bu hissədə deyək ki, gedir. İndi burada benzol halqası, yəni C6H4 və COH yenə bir dənə var. Amma bizə lazım olan hissə budur ki, yəni efirləşmə reaksiyası ilə alınır. Bir də ki, asetat ipəyi, bəli. Çünki asetat turşusu ilə sellulozanın birgə polikondensləşməsindən alınır. 1-3 edəcək cavabımız. Çünki asetat turşusu sellulozanın OH qrupları ilə reaksiya daxil olaraq demək, poliamid, poliefir qrupu əmələ gətirə bilir. 1-3 D variantına uyğun gəlir. Polikondensləşmə reaksiyasının tənliyini göstərin deyir. Polikondensləşmə iri molekullu birləşmə alınmalıdır. Onunla bərabər su da alınmalıdır ki, burada diqqət eləsək, cavabımız D variantıdır. Yəni, A variantı niyə olmadı? Çünki burada iri molekullu birləşmə alınmır. B variantında da iri molekullu alınmır. C-də iri molekullu alınsa da pirabitənin qırılması ilə alınır. Y-də də həmçinin pirabitənin qırılmasıdır. Yəni, polikondensləşmə deyil, polimerləşmədir. Çünki qaldı cavab D. Hansı sıradakı bütün iri molekullu birləşmələr polikondensləşmə reaksiya məhsullarıdır? Polikondensləşmə polivinil xlorid polimerləşmədir. Fenol formaldehid qətranı, bəli, lavsan, bəli, nişasta, bəli, cavabımız B variantı olacaq. Bu, yəni digər variantlarda sterol getdi, xloropren burada getdi, polietilen də Y variantında getdi. Onun üçün də cavabımız B variantı qalır. 27-də hansı sıradakı iri molekullu birləşmələrin hər ikisi karbohidratlara aiddir? Karbohidrat, nişasta, selluloza. Y variantına uyğun gəlir. Çünki nişasta alfa glikoza, selluloza isə beta glikozaların birləşməsindən əmələ gəlir. Hansı iri molekullu birləşmənin tərkibi karbon, hidrogen və oksigen elementlərindən ibarətdir? Cavabımız A variantı nişasta H10O5-dir. Polipropilen karbohidrogen, polibutadiyen karbohidrogen, izopren karbohidrogen, polisterol karbohidrogen. Cavabımız A variantı edəcək. Poliefirlərə aiddir. Poliefir lavsandır. Səhərdən elə onu deyirik. Çünki tereftal turşu ilə spirt arasında baş verirsə. Hansı poliamiddir? Poliamiddəki kapron lifinə aiddir. Demək, bu da ki, kaprolaktamın polikondensləşməsinə əməl edir. Hansı maddənin makromolekulunda pirabitə vardır? Pirabitəsi olanlar lavsanda olacaq, cavab A variantı. Niyə?
Çünki orada turşu qrupunda həm yuxarıya belə oksigen, həm də benzol halqasında delokallaşmış ümumi 6 elektronlu pi sistem də var. Həmçinin makromolekulunda pi rabitə də mövcuddur, yəni turşu qrupunda. Bu belə, onun üçün də cavabımız A variantı. Polikondensləşmə reaksiyası ilə alınan iri molekullu birləşmələri müəyyən edin. Burada 1 olmayacaq, çünki polimetil metakrilat pi rabitənin qırılması, yəni buradakı pi rabitənin qırılması hesabınadır. 2-ni götürərik, çünki fenol formaldehid qətranı polikondensləşmə ilə alınır. 2 fenol formaldehiddir. 2-ni götürdük. 3. Demək, lavsan lifi, bəli, 3-ü götürərik. 4-də də ki, butadien stirol kauçukunun birgə polimerləşməsidir, götürmərik. Orada deyəsən 2-ni götürdük, 2-3 D variantına uyğun gəlir. Hansı iri molekullu birləşmənin polikondensləşmə reaksiyasının məhsuludur? Polikondensləşmə yenə istəyir bizdən. Polikondensləşmə də ki, karbohidratlarda bu, bəli, suyun ayrılması ilə gedir. Bu, pi rabitədir B variantında, C variantında da həmçinin D-də, Y-də də bunlar hamısı polimerləşmə hesabına yaranır, amma A variantı polikondensləşmədir. Yəni 34-də bizdə polikondensləşmə soruşur. Lavsan lifi, ondan sonra bir də fenol formaldehid qətranı polikondensləşmə ilə alınır. Suda cavabımız 1-4 E variantına uyğun gəlir. 35. Hansı iri molekullu birləşmə polimerləşmə reaksiyası ilə alırlar? Polimerləşmə istəyir burada, diqqət edək. Pi rabitənin qırılması, pi rabitənin qırılması, pi rabitənin qırılması. Cavabımız 1-2-3 B variantına uyğun gələcək. 4 niyə olmadı? Çünki burada lavsan lifidir. Tereftal turşusu ilə etilen glikolun birgə polikondensləşməsindən alınır. Digərlərində isə pi rabitənin qırılması hesabına alınır. Hansı birləşmələr 36 adi şərətdə yalnız bərk halda olurlar? Liflər adi şərətdə bərk halda olacaqlar. Neylon lifinin əmələ gəlməsində hansı funksional qruplar qarşı təsirdə olur? Neylon poliamid olduğuna görə amin qruplarla turşu qruplar arasında bu baş verməlidir. Enant lifinin əmələ gəlməsi də poliamid olduğuna görə amin və COH qrupu omega amin enant turşusundan əmələ gəlir. Naylondakı heksametilen diaminlə adipin turşusunun əmələ gəlməsi. Yəni ki, NH, CH, NH2, CH2, 6 dənə NH2 və adipin, yəni ki, COH, 4 dənə CH2, COH qrupların birləşməsi. Tam hidrolizə uğradıqda amin turşu əmələ gətirən polimerləri göstərin. Bunlar artıq poliamidləri seçməliyik biz. Selluloza karbohidratdır. Demək, nişasta da karbohidratdır. Sonra yalnız zülal, D variantı. Zülallar da ki, polipeptid əmələ gətirirlər. Onun üçün də hidrolizindən amin turşular əmələ gələr. Hansı maddələr amin turşudur? Amin turşu, demək, enant lifi omega amin enant turşusundan əmələ gəlir. Amin turşu. Zülallar da teflon tetrafluoretilendir. Olmadı. Bir də polimetil metakrilat da ki, artıq bu doymamış turşunun efiridir. Ondan əmələ gəlir. Onun üçün cavabımız Y və Z, C variantına uyğun gələcək. Lavsan lifinin kimyəvi formulunu göstərin. Lavsan lifi etilen glikolla tereftal turşusu C variantına uyğun gəlir. Neylon lifinin kimyəvi formulunu müəyyən edin. Burada əsas məsələ nədir? CH2 qruplarının sayını bilmək. Məsəl üçün, neylonda, kapronda, lavsanda, lavsan heç, bir də ki, enant lifində, omega amin enant lifində, onlarda CH2 qruplarının sayını bilməklə, naylon, kapron və enant liflərində CH2 qruplarının sayını bilməklə formulu tapmaq olur. Zaten naylon heksametilen diaminlə, yəni ki, amin qrupunda 6 dənə CH4 olmalıdır. Burada çaşa bilərsiniz. Heksametilen diamin. Heksa burada 4 getdi. Demək, D variantına baxsaq, bəli, heksametilen diaminlə adipin turşusu birgə polikondensləşməsi ki, onun tərkibində 4 dənə CH2 qrupu var. CH2 qrupların sayına diqqət etmək lazımdır. Demək, XYZ polimerlərini müəyyən edin. Mürəkkəb efir qrupu peptid rabitə 2 qat rabitəsi var deyir tərkibində XYZ.
Baxaq görək. Kapron, burada bizdən nə istədi? Mürəkkəb efir, kapron poliamiddir. Peptid rabitəsi olacaq. Demək, təbii kauçukun tərkibində pi rabitə var. Onun üçün də Z-ə uyğun gələr. 2 qat rabitəsi var Z-ə. Peptid rabitə, bir də birincisi mürəkkəb efir. Mürəkkəb efirdirsə lavsan, sonra ikincisi kapron, ən axırıncısı da təbii kauçuk olacaq. Lavsan, kapron, təbii kauçuk C variantına uyğun gələr. Kapron poliamiddir. Bunun tərkibində peptid rabitələr olar. Lavsan mürəkkəb efirdir. Təbii kauçukdakı demək izoprenin polimerləşməsindən əmələ gəlir. 44 2 qat rabitə mürəkkəb efir qrupu peptid rabitə və deyir bizə bunu müəyyən edin. 2 qat rabitəsi varsa divinil kauçuk da ola bilər. Mürəkkəb efirdirsə zülal işi korradı. A variantı getdi. Polimetil metakrilat 2 qat rabitəsi var karbonla turşu qrupu arasında CO-da. Y zülal, mürəkkəb efir zülal ola bilməz. Onun üçün də B variantı yandı. Zülalların tərkibində 2 qat rabitəsi olan bir yer turşu qruplarında ola bilər, amma peptid rabitə dediyi yerdə polimetil metakrilat seçib deyə C variantı yandı. Divinil kauçuku 2 qat rabitəsi mövcuddur. Polimetil metakrilat mürəkkəb efir qrupu var. Zülal peptid rabitəsi var. Cavabımız D variantına uyğun gəlir. Hansı birləşmə heksametilən diamin ilə qarşılıqlı təsirində naylon lifi alınır? Demək, hansı birləşmə heksametilən diamin ilə qarşı təsirində naylon lif alınır? Bayaqlar dedi adipin turşu D variantı. Adipin turşuna hansı birləşmə ilə qarşı təsirində naylon lif alınır? Yenə heksametilən diamin C variantı uyğun gəlir. 47-də demək, polimetil metakrilat metilen qruplarının sayı, polimetil metakrilat da ki tərkibində CH2, CH3, CO, CH3 bir qrupu var. Bizədir polimerləşmə dərəcəsi A-dır. Sonra lavsan lifi, molekulunda metilen qrupları, lavsan lifində də ki, benzol halqasıdır, benzol halqasında yoxdur. Ona görə bütov yazacağım, metilen qrupu yoxdur. C6, H4, C, O, CH2, CH2, 2 dənə metilen qrupu var. Polimerləşmə dərəcəsi yəni A-dır. Enant lifin tərkibində 6 dənə omega amin enantı NH2 yoxdur burada əslində. CH2 6 dənə, CO qrupu. Burada da ki A qədərdir. İndi bizdən soruşur polimerləşmə dərəcəsini müəyyən edin. Hansında az sayda CH2 qrupu var? Metilen deyir də, metilen CH2 qrupudur yəni. CH2 qrupu ən az olanın demək metilen qrupları. Buranı N qəbul eləsək, buranı da N qəbul eləsək, buranı da N qəbul eləsək, N deyəndə buranı N1, N2 və N3 kimi qəbul eləyək. N3 kimi, N2, N3. İndi burada bizdən nə istəyir? Bir dənə CH2 qrupumuz var. Onda N1 özü A-ya bərabərdir. Burada 2 dənə CH2'miz var. Onda 2N2 A-ya bərabər olacaq. Diqqət eləsək, lavsan lifi üçün bura 2N2 olacaq. Yəni ki, demək 2N2 polimerləşmə dərəcəsi A-ya bərabərdir. Onda N2 özü A böl 2-yə M bərabər olacaq. N1 özü ilə A-ya bərabərdir. Enant lifində isə
A bölünsün 6-dır. Ən böyüyü N1-dir. N1 bərabərdir 2N2-yə və 6N3-ə. C variantına uyğun gəlir buradakı birləşməmiz. Sonra 48-də nə deyir bizə? Y-i müəyyən edin. CH2, CH2 burada alınır kalium permanganat iştirakı ilə oksidləşməsindən etilen glikol alınır. Yəni, X maddəmiz etilen glikoldur. Etilen glikolun tereftal turşusu ilə birgə polikondensləşməsindən isə lavsan lifi alınır. 48C variantına uyğun gəlir. 49. Paraksilol oksidləşməsindən tereftal turşusu alınacaq. Paraksilol oksidləşməsindən paraksilol budur, yəni ki CH3, CH3. Bunların da oksidləşməsindən bu hissə turşu qrupuna çevrilir, yəni hər ikisi. Nə qədər radikal var ətrafındasa. Və bunların etilen glikolla reaksiyasından da ki, yenə də lavsan lifi alınacaq, yəni Y variantına uyğun gəlir. 50-ci sual. Hansı birləşmə tərkibində azot elementi yoxdur, deyir. Demək, 2-3 olacaq. Pikrin turşusu trinitrofenoldur. Bir də ki, kapron lifi də ki, demək, kapron ilə amin turşusu, kapron amin turşusundan alınır. Onun üçün də cavabımız 2-3, yəni ki, karbol fenoldur, vinil benzol da ki, stiroldur da. Onun üçün də cavabımız 2-3 A variantına uyğun gələcək.